Herkese salam, kanalıma xoş gəlmisiniz. Uzun zamandır kanala video yüklənmirdim. Temadan bağlamam gəlib. Gəlin bərabər açaq və baxa qaldıqlarıma. Özümə ayaqqabı almaq istəyirdim payız aylarında geymək üçün, amma isti havalarda geyinə bilmək üçün nazik belə bir ayaqqabı və Temuda bunu tapdım və çox bəyəndim. Qiyməti də çox münasib idi. 40 yarım sifariş verdim, 41 gəlib. Daha öncə sifariş verdiyim 40 yarım ayaqqabılar da 41 gəlmişdi. Bilmirəm niyə belə olur. Ayağıma biraz bol oldu, amma gündəlik sadə kombinlərlə çox yaxşı olur və çox rahat ayaqqabıdır. Çox bəyəndim. Daha sonra bacım telefonunu maşına yapışdıra bilmək üçün belə bir maqnitli aparat sifariş vermişdi. Amma səhv eləmirəmsə bunun maqniti yaxşı işləmir və telefona yapışmadı. Ona görə də geri qaytarmalı oldu, lazım olmadı. Bu şəkildə görünür. Yəqin ki, siz də görmürsünüz belə bir şeylər maşında. Görüntünün həmişə istifadə etdiyim kremini tapdım və sifariş verdim. Çünki keçən səfər tapmamışdım. Başqa tərkiblisini almışdım və üzümü səhv vermişdi. Bu səfər bundan tapa bildim və yenə aldım. Daha sonra 10 dənə belə bir sponç almışam, balaca. Bunların kiçik olmaqları, bir də rəngləri çox xoşuma gəldi. Daha öncə böyüyünü almışdım, amma onu suya vurduqdan sonra çox şişirdi. Ona görə də göz altına konsiler vurmağa biraz böyük olurdular. Ona görə də bunlar həm kiçik olduqları üçün, həm də rənglərini falan çox bəyəndiyim üçün götürdüm. Daha sonra iPhone için mikrofon götürdüm. Çünkü daha evvel istifadə etdiyim telefonun mikrofonu iPhone'a düşmürdü. Ona göre de ayrı mikrofon almaq yəni məcburiyyətində qaldım. 2 dənəli götürdüm ki, xarab olma ehtimalına qarşı. İçindən bir dənə Type-C çıxır. 2 dənə yaxa üçün taxmaq üçün olan alət. Hal-hazırda bu videomda bu iPhone mikrofonlarla səsləndirirəm. Hələ ki normal işləyirlər. İnşallah ki yaxşı işləyərlər. Bu aparat iPhone adapteri ilə şarj olunur, amma mikrofonlar Type-C ilə şarj olunur. Bilmirəm niyə elədi. Bir də yaxa taxmaq üçün olan bu alətləri taxarkən səhv eləmirəmsə bunları səhv taxıram. Deyəsən belə taxılmırlar əslində. Bu şəkildə göstərirəm, amma deyəsən səhv dəqiq bilmirəm amma. Bir də başında pufları da taxıram. Belə çox şirin qəşəng görsənirlər, amma normalda təbii ki belə istifadə eləmirəm. Videoda özlərini çəkə bilən insanlar çəkən insanlar üçün daha uyğundur deyə düşünürəm. Çox qəşəng görünürlər amma. Bir də bacım öz telefonun üstündəki kabrasını bəyənmirdi. Yəni onu alanda hədiyyə vermişdilər, amma qəşəng kabra deyildi. Case, yəni və bu case almaq qərarına gəldi. Sırf iPhone case-idir. Burada da mən də taxdıqdan sonra gördüm ki, həqiqətən də yəni daha yaxşıdır. Yəni öz daha əvvəlki case-dən bu çox daha qəşəng görsənir bu şəkildə. Belə hələlik bu qədər. Kanala dəstək olmağı, abunə olmağı, rəy yazmağı, bəyənməyi unutmayın zəhmət olmasa.